Başlayırıq Excel proqramına. Bugün özə 8.1 və 8.2-ni keçəcəyik. Xüsusi tablar filan nəsə keçməyəcək. Sadəcə pəncərə quruluşu, proqram interfeysi, proqramda qanunlar, komponentlər bunlar haqqında öyrənəcəyik. Demək, vaxt itirmədən istəyirəm başlayaq elə, yoldaşlar. Proqram təminatının Microsoft Office proqramlarına daxil olan növbəti proqramımız Excel proqramıdır. Və yenə Word-də olduğu kimi burada da bu qaydada ilkin pəncərə açılanda şablonlar, alt hissədə isə recent son istifadə olunan, son açılan fayllar göstərilir. Və yeni sənəd yaratmaq üçün gəlib buradan blank document olaraq yeni sənəd aça bilərik. Və Excel proqramı cədvəl prosesori hesab olunur ki, burada biraz işlər fərqlidir artıq. Word-də belədir ki, ardıcıl səhifələr görürük və səhifələr birləşib dokument yaradır. Burada isə iş vərəqləri görürük. İş vərəqləri isə birləşib kitab yaradır. Word proqramında sənədlərə verilən ilkin şərtat dokument 1, dokument 2, dokument 3 olurdu. Excel proqramında isə sənədlərə verilən ilkin şərtat book 1, book 2, book 3 deyə adlandırılır. Və yenə proqramın sol yuxarı küncü cəld müraciət paneli, cəld giriş paneli, cəld alətlər zolağı və ya ingilis dilindən Quick Access Toolbar deyə adlandırılır. Növbəti yenə title bar gəlir. Title barda da sənədin adı, sonra proqramın adı. Bir daha qeyd edirəm. Excel proqramında sənədlərə verilən ilkin şərtat book 1, book 2, book 3 deyə adlandırılır. Sağ tərəfə keçirəm. Sağ tərəfdə isə yenə idarəetmə və əməliyyat menüləri, çıx işarəsi minimize, üst-üstə kub işarəsi restore down və x işarəsi close əmri. Yəni minimize əmri müvəqqəti olaraq açılan pəncərəni tapşırıqlar panelinə yığır, təzədən vurduğum halda qaldığım yerdən davam açır. Restore down əmri açılan pəncərəni ekranda müəyyən bir hissəyə yerləşdirir. Təzədən maximize əmri vasitəsilə böyüdüb tam etmək edirəm. Bir də close əmri, close açılan pəncərəni tamamilə bağlamaq üçün istifadə edilir. Close əmri yolda alt F4. Növbəti gəldik, proqram ibarətdir tablardan. Tablar daxilində yenə ibarətdir net qruplarından, net qruplarda daxilində müəyyən menülardan və keçirik. Excel proqramı iş vərəqlərindən təşkil olunur. İş vərəqləri isə sütunlar və sətirlərlə nömrələnir ki, sütunlar latin əlifbasında işarələnir. A, B, C, D, G, F, G, H bu qaydada davam edir, gedir və latin əlifbası bitəndən sonra ikili kombinasiyalar başlayır. AA, AB, AC, A'lar bitəndən sonra B'lər başlayır, B'lər bitəndən sonra C'lər başlayır, C'lər bitəndən sonra D'lər və bu qaydada davam edir, gedir. Ən sonuncu sütun artıq ikilər bitəndən sonra üçlər başlayır. ABC, ABC, BAC, BAD, sonra C'lər, sonra D'lər, ta ki ən sonuncu sütun XFD sütunu olaraq. Excel'də bir iş vərəqə daxilində ən sonuncu, ən sağdakı sütuna getmək üçün kontrol düyməsini sıxıram və sağ düymə vururam ən sağdakı sütuna. Kontrol düyməsini sıxıb solu vursam, ən soldakı sütuna gəlmiş olacaq. Və Excel-də bir sənəd daxilində, bir iş vərəqi daxilində 2/14 sayda 2/14 sayda sütun var, yoldaşlar. Və bu da riyazi baxımdan eləyir 16.384. 16.384 ədəd sütun var. Bir iş vərəqi daxilində. Və mən gəlib buradan yeni bir iş vərəqi açmaq istəsəm, indi bu əmri və mən gəlib buradan yeni bir iş vərəqi açmaq istəsəm, ümumiyyətlə iş vərəqlərinin ümumi siyahısı aşağı hissədə yerləşir, bu hissədə. Və yeni bir iş vərəqi açmaq istəsəm, burada plus işarəsi, bu əmrin adı new sheet və ya bəzi versiyalarda insert worksheet deyə adlandırılır. New sheet və ya insert worksheet. Vuraraq yeni iş vərəqi əlavə edə bilərəm. Və bunun içərisində də yenə 214 sayda 16.384 ədəd sütun var. Sütun var. Və sütunların sayı 214 sayda, sətirlərin sayı isə, sətirlər artıq ərəb rəqəmlərindən nömrələnmişdir. 1, 2, 3, 4 deyə nömrələnir. Və ən sonuncu sətir 1.048.576-dır ki, bunun da sayı riyazi baxımdan 2/20 sayda edilir. Excel proqramı böyük cədvəllərlə işləyir. Ona görə bu qədər böyük iş vərəqləri verilir bizə. Bu da riyazi baxımdan elədi nə qədər? 1.048.576. Və təbii ki, bura qədər gelib istifadə edən yoxdur. Mən şəxsən istifadə eləməmişəm. Amma bir iş vərəqi daxilində uzaq məsafələrdə cədvəllər yaratmaq üçün bunlardan istifadə edilir. Və növbəti gəlirik nəyə, yoldaşlar? Sütunlar və sətirlər kəsişərək xanalara əmələ gətirir. Bax, bu qaydada. Xanaların oxunması dedikdə
birinci sütunun adını, sonra isə sətrin adını oxuyuruq. Mən bu xananı oxumaq üçün birinci sütunu D, sonra sətrin adı 8. Demək ki, bu xana olur D8 xanası. Bu xana olur H9 xanası. Bu xana olur J10 xanası. Bu xana olur P15 xanası. Bu xana R11. Bu xana O14. Bu xana K14. Bu xana H17. Artıq mən kursoru xana daxilində qoyub xananın adını rahatlıqla oxumaq üçün bunu belə uzlaşdırmaq yerinə kursoru xana daxilində qoyduğum halda iş vərəqinin sol yuxarı küncündə belə bir hissə var. Bu hissə bizdə bütövlükdə adlanır formula bar hissəsi, bax daha doğrusu düstur sətri, belə deyim. Bu hissə bütövlükdə düstur sətri adlanır. Və bura bizdə, bax bu gördüyümüz hissə name boxdur. Burada xananın adı və ya xananın ünvanı göstərilir, yoldaşlar. Və kursoru xana daxilində qoyduğunuz halda siz oradan xananın adını oxuyub öyrənə bilərsiniz. Ünvan sətri və ya name box deyə, xana adı, qutu adı deyə adlandırılır. Növbəti isə onun qarşısında fx var. Bu isə formula bardır, düstur sətri. Və bu düstur sətrində isə bizim üçün xananın tərkibi göstərmiş olur. Burada xananın adı, burada isə xananın tərkibi. Yəni içində yazılan məlumat göstərmiş olur. Növbəti yoldaşlar, deməli, kursoru qoydum, yenə deyirəm, xana daxilində və mən burada məsəl üçün nəsə bir yazı yazsam, qarşısında həmin xana daxilində məlumatı görmüş olacam. Növbəti dediyim kimi iş vərəqlərinin ümumi siyahısı bu aşağı hissədə yerləşir. Yeni iş vərəqi əlavə etmək üçün burada plus işarəsi, new sheet əmrindən istifadə edə bilərsiniz və ya klaviatur üzərindən shift F11 qısa yolundan istifadə edərək yeni iş vərəqi yarada bilərsiniz. Shift F11 qısa yolu yeni iş vərəqi yaradır. Və iş vərəqinin adını dəyişdirmək üçün yoldaşlar, bax burada iş vərəqinin adı üzərində 3 üsulla dəyişdirə bilərsiniz. Bir double click, yəni mouse'un sol düyməsini 2 dəfə çıqıldatmaqla dəyişə bilərsiniz. Və ad belə seçiləcək. Məsəl üçün adı dəyişirəm, belə bırakıram. Enterdən təsdiqlər. İkinci dəfə ad dəyişdirmək üçün üzərində mouse'un sağ düyməsi vura bilərsiniz. Və sağ düymə vurduğunuz halda sizin üçün belə bir pəncərə açılacaq. Və bu açılan pəncərədən gəlib siz rename eləyərək iş vərəqinin adını dəyişdirə bilərsiniz. Məsəl üçün bu qaydada dəyişdirdim və dəyişdirdiyim adı da enter düyməsini təsdiq edirəm. Və iş vərəqi üzərində məhsul sağ düyməsini vuranda burada müxtəlif əmrlər açılır. İstəyirsə bunları da keçib öyrənəcəyik. Rename bildiyi ad dəyişdirmək elə ki bizim üçün kifayət edir. Növbəti deməli iş vərəqinin adını dəyişdirəndən sonra keçək iş vərəqi daxilində hansı işlər görə bilərik və pəncərə biraz interfeys haqqında öyrənək. Demək, Excel-də xana daxilində yazdığımız məlumatı təsdiq eləmək üçün klaviatur üzərindən enter düyməsini istifadə edirik. Bir də xana daxilində kursoru qoyduğunuz halda burada fx-in qarşısında belə bir enter işarəsi var, təsdiq işarəsi. Bununla da təsdiq edə bilər. Əgər mən xana daxilində yazılan məlumatı təsdiq edirəmsə, enter düyməsi ilə, düymə ilə təsdiq edirəmsə, bunda növbəti xanaya, yəni aşağısındakı xanaya keçid edilmiş olur. Əgər yox, xana daxilində məsəl üçün bu dəfə burada soyadımı yazacağam və yazdığım yazını enter yox, gəlib buradan fx-in qarşısındakı və bu fx işarəsinin qarşısındakı enter işarəsi ilə təsdiq etsəm, onda növbəti xanaya keçmir, ancaq öz üzərindəki xanada qalmış olur. Aydındır, yoldaşlar. Bu da belə. Növbəti gəldik nəyə? Əgər mən xana daxilində yazdığım məlumatı təsdiq eləmək istəməsəm, gəlib burada x işarəsini vurub onu içərisindən silə bilərəm. Növbəti xana daxilində yazdığımız məlumatı düzəliş eləmək üçün mən əgər bu xana daxilində tutaq ki, bu Fuad ardımca soyadını yazmaq istəyirəmsə, bunun üzərində mən 3 üsuldan istifadə edə bilərəm. Bir double click, mouse'un sol düyməsini 2 dəfə vururam və ardınca yazıram və enterdən yenidən təsdiqləyirəm. Gördüyünüz yoldaşlar. Bu öz yerində. İkincisi, əgər burada xüsusi bir məqamı qeyd edeyim. Əgər mən məsəl üçün burada yazmışam Fuad, mən ardınca gəlib soyadı yazsam və burada nə olacaq? Kursoru bir dəfə xananın üstündə qoyub sonra gəlib soyadı yazsam, yəni sonraki məlumat nədirsə onu daxil etsəm, sonuncu məlumat nədirsə o təsdiqlənəcək, əvvəlki məlumat isə silinəcək. Yox, əgər mən bunun ardınca yazmaq istəyirəmsə, onda yenə dediyim kimi mouse'un sol düyməsinə bir dəfə yox, 2 dəfə vurub xananı seçmək lazımdır. Yəni mətn kursorunu aktivləşdirmək lazımdır. İkinci bir üsul ad dəyişdirmək üçün bir dəfə vurdum və klaviatur üzərindən F2 düyməsi. F2 düyməsinə vuranda adı seçir, daha doğrusu kursoru həmin xana üzərində qoyur, xananı seçir və növbəti məlumat nədirsə onu daxil edir. Bu da öz yerində. Üçüncü bir üsul isə xana daxilində yazılan məlumatları redaktör etmək üçün, dəyişdirmək üçün kursoru qoyuram üzərində və gəlirəm burada fx. Buradan qoyuram və buradan ardınca davam edirəm. Məsəl üçün Fuad Mirzəliyev yazıram. Master M1.
Vəssalam. Gördünüz bu qaydada xana daxilində yazmış oldum. Və növbəti Excel-də xana daxilində yazdığımız məlumat əgər bir xananın daxilində yerləşməsini istəyiriksə, daha doğrusu bir xananı yarıb keçirsə, bax bu qaydada yarıb keçirsə bir xananı, bu düzgün yazılış deyil. Bu hətta burada 3 sütun yarıb keçib. Bu düzgün yazılış deyil. Excel-də yazdığımız məlumat mütləq bir sütunu bir xananın daxilində yerləşdirməlidir. Mən bunu bir xananın daxilində yerləşdirmək üçün yerləşdiyi sütun hansıdırsa, onun yerləşdiyi sütuna, bax C sütununda yerləşir. C ilə D-nin arasında gətirirəm və belə iki başlıqlı ox işarəsindən mouse'un sol düyməsindən sıxıb sürüşdürüb yerini, daha doğrusu artırıram. Manual olaraq. Və ya gəlib buradan double klik eləyərək optimal ölçünü özüm də təyin edə bilərəm. Yəni gəlirəm bu hissəyə C ilə D-nin ortasına mouse'un sol düyməsindən double klik və 2 dəfə tez-tez vururam və optimal ölçünü sütun daxilində ən uzun məlumata uyğun olaraq avtomatik özü təyin edir. Aydındır. Bu da belə. Növbəti keçdik nəyə? Excel-də başqa nələrimiz var? Excel-də kursoru xana daxilində qoyduğumuz halda fərqli məqamlarla rastlaşır. Bir xananın daxilində yazdığım bir dənə məlumat yazdım. Bir dənə də hərf məlumat yazdım. Baxırsınız. Əgər xana daxilində mən ədəd yazsam, onu avtomatik olaraq sağda, hərfi məlumat yazsam, onu avtomatik olaraq solda saxlamış olacaq. Hərfi rəqəmi qarışıq yazsam, onu yenə də solda saxlamış olacaq. Aydındır. Bu da belə. Və növbəti təbii ki, müəyyən əmrlər vasitəsilə bunların mərkəzə, sağa, sola doğru yerdəyişmələr apara bilərik. Bu haqda qarşıdakı dərslərdə öyrənəcəyik. Növbəti gəldik nəyə? Deməli, kursoru qoydum xana daxilində. Xana daxilində qoyduğumuz halda 3 fərqli məqamla rastlaşacağıq. Bu hansı məqamlardır? Bir xana daxilində əmələ gələn belə qalın plus işarəsi, üstəgəl işarəsi. Bir xananın kənarına gətiriləndə əmələ gələn 4 başlıqlı ox işarəsi. Bir də xananın sağ aşağı küncünə gətiriləndə əmələ gələn nazik plus işarəsi, qara rəngli plus işarəsi. Bu işarənin nazik qara rəngli plus işarəsini biz doldurma markeri də deyə adlandırırıq. Doldurma markeri. Aydındır, yoldaşlar. Doldurma markeri deyə adlandırırıq. Və əgər biz kursoru xana daxilində qoysaq, bir balaca miqyası böyüdürəm aşağıdan. Əgər kursoru xana daxilində qoysaq və xananın daxilindəki qalın ağ rəngli plus işarəsi ilə sıxıb sürüşdürsək, müəyyən bir ərazini seçsək, bu seçdiyimiz ərazi diapazon adlanır. Diapazon daxilindəki xanalar, aktiv xanalar, bu daxilindəki xanalar, aktiv xanalar, xaricdə qalan xanalar, pasiv xanalar, diapazon daxilindəki ağ rəngli xana isə cari xana hesab olunur. Cari xana və ya cari xana və ya ona seçilmiş xana da deyə bilərik. Cari xana və ya seçilmiş xana da deyə bilərik. Bir daha deyirəm, xananın daxilindəki qalın ağ rəngli plus işarəsini ərazi seçsəm, seçdiyim ərazi adlanır diapazon. Diapazon daxilindəki xanalar aktiv xanalar, xaricdə qalan xanalar pasiv xanalar. Diapazon daxilindəki ağ rəngli xana isə seçilmiş xana və ya cari xana hesab olunur. Növbəti yoldaşlar. Deməli, növbəti gəlirik nəyə? Deməli, kursoru qoyduq xananın daxilindən. Kənarındakı 4 başlıq işarəsindən sıxıb sürüşdürsək, biz bir xana daxilində olan məlumatı bir yerdən başqa bir yerə köçürmüş olacaq. Məsəl üçün, qoydum, kənarından sıxdım, sürüşdürdüm. Bir yerdən başqa bir yerə atmış olduk. Bunu tövdə diapazona da tətbiq eləmək var, bir xanaya da tətbiq eləmək var. Bir də xananın sağ aşağı küncündəki doldurma markeri ilə qara nazik plus işarəsindən sıxıb sürüşdürsəm, mən bir xana daxilində olan məlumatı ya sütun üzrə, ya da ki, sətir üzrə bütövlükdə hamısına tətbiq eləmiş olacaq. Aydındır, köçürtmüş olacaq, kopyalamış olacaq. Və bu belə. Bundan əlavə bizdə nə var? Xananın ünvanlanması və bu ünvanların növləri. Xanalar 3 cür ünvanla adlandırıla bilər. Mütləq ünvan, nisbi ünvan, bir də qarışıq ünvan. Mütləq ünvan, nisbi ünvan və qarışıq ünvan nədir? Uşaqlar. Bu bir balaca sizə yad gələ bilər. İndi Excel-dən azdan çoxdan başı çıxanlar, işləyənlər olubsa da nə vaxtsa, bu dediyim şeylərlə, indiyə kimi dediyim şeylərlə azdan çoxdan tanışdırır. Amma indi deyəcəyim şeylər biraz düsturlarda falan adını istifadə olunur, tətbiq olunur. Mütləq ünvan, nisbi ünvan və ya qarışıq ünvan. Demək, hər üçünə dair də nümunə göstərəcəm sizə. Belə bir şey deyim mən burada.
Bir də qarışıq. Demək, məsəl üçün, mütləq ünvanda həmişə qarşısında dollar işarəsi olur. Bir dənə nisbi ünvan. Bir də qarışıq ünvan qeyd edəcəm. Bu dollar işarəsini yəqin ki, görürsünüz, yoldaşlar. Deməli, bu nədir? Baxırsınız. Burada yazılan B4, bax, bu əslində standart xanaların oxunması əslində bax belə olur. B4, bax belə olur. Və bunlar nisbi ünvandır, uşaqlar. B burada sütunun adıdır, D4 isə sətrin adıdır. Və əgər sütunun və sətrin qarşısında dollar işarəsi yoxdursa, belədirsə, bu nisbi ünvan adlanır və dəyişə bilən bir ünvandır. Nisbi ünvanda mən B4 xanasını bir xana aşağı sürüşdürsəm, bu B5 olacaq. Bir xana aşağı sürüşdürsəm, B6 olacaq. Hər dəfə dəyişəcək. Ya bir sütun sağa getsəm C4, bir sütun sağa getsəm D4, bir sütun sağa getsəm Y4 olacaq. Amma mütləq ünvanda sütunun və sətrin adının qarşısında dollar işarəsi olur. Və bu dollar işarəsi onların sabit, dəyişməz ünvan olduğunu, mütləq ünvan olduğunu bildirir. Yəni mən B4 xanasını nə qədər düstur daxilində də aşağıya doğru, sağa doğru, yuxarıya doğru, sola doğru yer dəyişmə eləsəm də, onun ünvanı B4 olaraq da qalacaq, dəyişməyəcək. Bir də, uşaqlar, bir də belə bir şey var ki, qarışıq ünvan. Sütunun qarşısında dollar işarəsi olur, sətrin qarşısında olmur. Bir də belə bir şey olur. Bu ikincidir. Bu ayrı-ayrıdır. Sütunun qarşısında dollar olmur, sətirdə dollar olur. Bunlar qarışıq ünvandır. Burada artıq belə olanda nəyin qarşısında dollar varsa o sabit qalır. Nəyin qarşısında dollar yoxdursa o dəyişən ünvan olur artıq. Və nisbi ünvan olur. İndi uşaqlar, bizə bunlar testlərdə necə qarşımıza çıxa bilər? Məsəl üçün, deyir ki, B4 xanası hal-hazırda nisbi ünvanda elədir. 3 sütun sağa və 5 sətir aşağıya doğru keçirdiyim halda bu hansı xananın üzərində keçmiş olacaq? Mən baxıram ki, B4 xanası bu nisbi ünvandır. Sütun da nisbidir, sətir də nisbidir. Hər ikisi də dəyişə bilən ünvan olacaq. B-dən 3 sütun sağa, C, D, Y. Gəlib keçəcək Y sütununa. 5 sətir də aşağı, 4-dən 5 sətir aşağı gəlib keçəcək 9-a. Demək ki, B4 xanasını 3 sütun sağa və 5 sətir aşağı düşürdüyüm halda Y9 xanasına keçid eləmiş olacaq. Aydındır, yoldaşlar. Əgər mən bunu dollarla yazsaydım, dollar B, dollar 4 yazsaydım, siz bunu 3 sütunda sağa aparsanız, 5 sətir aşağıda aparsanız, 100 sütun sağa da aparsanız, 100 sətir də aşağı aparsanız, yenə də sizin üçün bunun ünvanı dollar B, dollar 4 olaraq qalmış olacaq. Yəni mütləq ünvanda hara sürüşdürürsünüzsə sürüşdürün xananı, onun yeri dəyişmiş olmayacaq. İndi qarışıq ünvana baxın. Qarışıq eyni şeyi qarışıq ünvana tətbiq edirəm. Dollar B, dollar B 4. Sütun nisbidir. Daha doğrusu sütun mütləqdir, sətir nisbidir. Mən bunu yenə 3 sütun sağa aparsam, baxıram ki, sütun mütləqdir, elədir. Sütun mütləqdirsə, demək ki, sütun dəyişməyəcək məndə, yoldaşlar. Elə sütun dollar B olaraq qalmış olacaq. Amma sətir nisbidir. Sətrin qarşısında dollar işarəsi yoxdur. Mən bunu 5 sətir aşağı düşürsəm, 4-dən 5-ə keçəcək. B 9 xanası olmuş olacaq. Və ya B dollar 4 xanasını bu dəfə sütun mütləq, sütun nisbidir, sətir mütləq. Bunlar ayrı-ayrı şeylərdir. Bu dəfə sütun nisbidir, sətir mütləqdir. Mən bunu 3 sütun sağa aparsam, sütunda dəyişəcək və Y xanasına keçmiş olacaq. Dollar 4-dür deyə 4 sətrin qarşısındadır. Daha doğrusu dollar sətrin qarşısındadır, 4-ün qarşısındadır. Bu elə olduğu kimi də qalmış olacaq. Y dollar 4 xanasında qalmış olacaq. Aydındır, yoldaşlar. Mütləq ünvan, nisbi ünvan çətin bir şey deyil.
Sadəcə mahiyyətini başa düşmək lazımdır ki, burada sürüşdürmə apararkən nə hara dəyişmiş olacaq. Əgər dollar hər ikisinin qarşısında varsa, siz bunu hara dəyişirsə dəyişin yerini olduğu kimi qalacaq. Əgər dollar heç birində yoxdursa, hər ikisində də dəyişmə aparıldığı halda dəyişəcək. Əgər dollar sütunun qarşısında var, sətrin qarşısında yoxdursa, yəni bax bu birinci verdiyim kimi, bu qarışıq ünvan olacaq və sütun dəyişməyəcək, sütun mütləq qalacaq. Sətr isə dəyişəcək. Yox, əgər tərsinə sütunda olmasa, sətirdə dollar işarəsi olsa, onda sütun dəyişəcək, yəni nisbi ünvan olduğuna görə sütun dəyişəcək. Qarışıq ünvanı düzdür, amma sütun nisbidir, sətr mütləqdir. Sütun dəyişəcək, sətr isə mütləq olduğuna görə sətr dəyişməyəcək. Olduğu yerdə qalacaq. Aydındır, yoldaşlar. Bu çətin bir şey deyil. Çətin bir şey yoxdur burada. Testdə buna aid suallar qarşınıza çıxacaq. Orada praktik elədiyiniz halda daha rahat öyrənmiş olacaqsınız. Aydındır. Növbəti gəldik nəyə, yoldaşlar? Növbəti gəlirik. Xüsusi praktik eləyəcəyimiz buradan nəsə yoxdur yeni dərs içərisində. İş vərəqlərinin adları üzərində olan əməliyyatları dedim sizə. Deməli, mütləq ünvan, nisbi ünvan haqqında sizə dedim. Bir də uşaqlar, diapazon anlayışı haqqında sizə dedim. Sütun sətirləri sayıları haqqında dedim. İş vərəqinin adı ilə bağlı olan xüsusi parametrlər var. Onları da deyim. Sonra ondan sonra dərsimizi tamamlayarıq. Demək, iş vərəqinin adını üzərində double click eləyərək və üzərində mahsus sağ düyməsini vurub rename eləyərək dəyişdirdik. Delete təmri ilə biz cari iş vərəqini ümumiyyətlə silib aradan qaldıra bilərik. Bu iş vərəqini sildim. Növbəti bir də iş vərəqinin adı ilə bağlı olan xüsusi parametrlər var ki, mən iş vərəqinin adını seçib siləndə belə bir bildiriş pəncərəsi gəlir və bu bildiriş pəncərəsində nə deyir? Deyir ki, iş vərəqinin adı maksimum 31 simvoldan ibarət ola bilər. Maksimum 31 simvoldan ibarət ola bilər. İkinci, deyir ki, iş vərəqinin adında qoşa nöqtə, daha doğrusu slash işarəsi, drop işarəsidir. Düzünə və ya tərsinə drop işarəsi, sual işarəsi, ulduz işarəsi və transkript işarəsinin açılışı bağlanışı, kvadratik mötərizənin açılışı bağlanışı. Kvadrat mötərizələr, ulduz və ya vurma işarəsi, sual, qoşa nöqtə və durğu işarələri, daha doğrusu drop işarələri, slash işarələri düzünə və ya tərsinə. Bunlardan faylın adında istifadə, daha doğrusu iş vərəqinin adında istifadə edə bilmərsiniz. Və növbəti, xatırlayırsınızsa, bu haqda biz MS-DOS və Windows əməliyyat sistemlərini keçəndə orada da faylın adını da istifadə edə bilməzdik. Əlavə olaraq böyükdür, kiçikdir işarələri də var idi. Amma bizdə hələ ki bunlardır. Yəni bunlardan istifadə edə bilməzsiniz. Və bir də deyir ki, iş vərəqinin adını heç vaxt boş saxlaya bilməzsiniz, yoldaşlar. Bir daha deyirəm, iş vərəqinin adı maksimum 31 simvoldan ibarət ola bilər. Yəni 31 dənə rəqəmdən, hərfdən, durğu işarəsindən istifadə oluna bilər. Artıq 32-ci simvol yazanda yenə belə bir bildiriş pəncərəsi gələcək və bunu birinci qaydanı əsas tutaraq o bildiriş pəncərəsini göndərəcək sizə. Növbəti faylın adında, daha doğrusu iş vərəqinin adında bu simvollardan istifadə edə bilməzsiniz. Və 7 əsas simvoldur. Bunlardan istifadə edə bilməzsiniz və iş vərəqinin adı heç vaxt boş qala bilməz. Bir də burada olmayan bir qeydi də sizə deyirəm, yoldaşlar. İstəsəniz qeyd atarsınız bunu kitabınızın bir kənarından. Bir sənəd daxilində iki eyni adda iş vərəqi yaddaşda saxlaya bilmərik. Məsəl üçün, mən bunun adını Fuad qoysam, gəlib Sheet 4-də də Fuad qoysam, Enter vuranda bildiriş pəncərəsi gələcək ki, artıq belə bir bildiriş, daha doğrusu ad var. Gəl sən bir simvolundan fərqləndir onu və başqa bir ad qoy onun yerinə. Aydındır, yoldaşlar. Mən burada boşluq qoydum və boşluq simvolu ilə onları bir-birindən fərqləndirmiş oldum. Hətta burada bax yaradanda sheet 1, sheet 2 var, sheet 7, sheet 8 özü rəqəmlə fərqləndirmiş olur. Və bir də iş vərəqlərinin adları ilə bağlı da bir şey deyim, daha doğrusu özü ilə bağlı bir şey deyim. Siz bir iş vərəqi, bir sənəd daxilində maksimum 255 ədəd iş vərəqi aça bilərsiniz. Bir sənəd daxilində maksimum 255 iş vərəqi aça bilərsiniz. Bundan əlavə də miqyasla bağlı olan parametrləri deyim uşaqlar. Aşağıda statuslarımız var, təbii ki, digər Word-də olduğu kimi burada da var. Və burada görünüş rejimləri deyək. Görünüş rejimləri haqqında ətraflı video tabını keçəndə sizə izah verəcəm. Bir də miqyas çubuğu var. Word-ün miqyasının maksimal ölçüsü 500 idi, minimal ölçüsü 10% idi, standart ölçüsü 100% idi. Excel-in isə maksimal ölçüsü 100%dir, daha doğrusu 400%dir, standart ölçüsü 100%dir, minimal ölçüsü isə 10%dir. Bu da belə, yoldaşlar. Və tabları yenə deyirəm, hələ ki keçid eləmirik. Növbəti dərs üçün bugünkü dərsimiz bu qədər. Okay.
Anladım.